Her yeni gün yeni fırsatlarla başlayır. Bəzən isə hər doğru qərar bütün gününüzün axarını dəyişə bilər. Görəsən bugün burcunuz sizə hansı mesajı verir? Hansı fürsəti qaçırılmamalısınız və nələrə diqqət yetirməlisiniz? İndi birlikdə öyrənək. Burcunuzu tapan və videonun sonuna kadar izləməyi unutmayın. Koç burcu, bugün özünüzü əvvəlkindən daha güclü hiss edəcəksiniz. Harada olsanız, insanlar dediklərinizə diqqətlə qulaq asacaq. Amma unutmayın ki, bugün sizi irəli aparacaq şey tələskənlik yox, ağıllı qararlardır. Düşünülməmiş bir söz sonradan uzun izahlara səbəb ola bilər. İş həyatında maraqlı imkanlar görünür. Sizə məsuliyyətli bir tapşırıq verilə və ya bacarığınız sınana bilər. İlk baxışda çətin görünsə də məhz bu addım yaxın günlərdə nüfuzunuzu artıracaq. Səyləriniz diqqətdən kənarda qalmayacaq. Sevgi mövzusunda hisslərinizi gizlətməyin. Qarşınızdakı insan sizdən bir addım gözləyir. Səmimi söhbət münasibətlərdə soyuqluğun yerinə yaxınlığa verə bilər. Əgər subaysınızsa, təsadüfi tanışlıq gözlədiyinizdən daha maraqlı davam edə bilər. Sağlamlığınıza da fikir verin. Boyun, baş və çiyin nahiyəsində yorğunluq hiss etsəniz, buna mahal qoymamaq düzgün olmaz. Biraz dincəlmək və açıq havada gəzmək sizə yaxşı təsir edəcək. Pul xərcləyərkən tələsməyin. Bugün bəyəndiyiniz hər şeyi almaq istəyə bilərsiniz. Amma sonradan peşman olmamaq üçün ehtiyacınızı istəyinizdən ayırmağa çalışın. Günün sonunda sizi sevindirəcək bir xəbər almaq ehtimali yüksəkdir. Kimsə zəhmətinizi qiymətləndirəcək, kimsə sizə dəstək olacaq. Axşam özünüzə baxanda anlayacaqsınız ki, səbir və ardıcıl addımlar həmişə tələsik qərarlardan daha böyük nəticə verir. Bugün öz dəyərinizi daha yaxşı hiss edəcəyiniz günlərdən biri olacaq. Boğa burcu, bugün hadisələr sürətlə dəyişəcək və doğru qərar vermək tamamilə sizin əlinizdə olacaq. Ətrafınızdakı hər kəsin sözünə inanmağa tələsməyin. Öz hissləriniz və müşahidələriniz sizə daha doğru yol göstərəcək. Maddi baxımdan sevindirici xəbər görünür. Heç gözləmədiyiniz yerdən gəlir və ya faydalı təklif ala bilərsiniz. Bu imkan sizi narahat edən bəzi maliyyə problemlərini yüngülləşdirəcək. Ancaq qazandığınız pulu düşünmədən xərcləməyin. Bugün ağıllı davranmaq sabah rahatlıq gətirəcək. İş həyatında zəhmətiniz qiymətləndiriləcək. Hazırda etdiyiniz iş böyük nəticə vermirmiş kimi görünsə də, yaxın zamanda bunun bəhrəsini görəcəksiniz. Kiçik detallara diqqət yetirmək sizə üstünlük qazandıracaq. Sevgi həyatında bir qədər sakitlik hiss oluna bilər. Qarşınızdakı insanın sizə anlamadığını düşünməyin. Açıq və səmimi söhbət bir çox anlaşılmazlığı aradan qaldıra bilər. Əgər münasibətdəsinizsə, unutduğunuz kiçik bir məsələ mübahisəyə səbəb ola bilər. Vaxtında edilən izah hər şeyi yoluna qoyacaq. Sağlamlığınızı da unutmayın. Həddindən artıq yeməkdən uzaq durun, dincəlməyə vaxt ayırın və imkan varsa açıq havada gəzin. Bədəninizə qulaq asmaq bugün sizin üçün ən doğru seçim olacaq. Axşam saatlarında sizi və ailənizi sevindirəcək bir xəbər alma ehtimalı yüksəkdir. Günün sonunda anlayacaqsınız ki, uğurun sirri tələsməkdə deyil, düzgün anda düzgün addım atmaqdadır. Əkizlər burcu, bugün qarışıq görünən hadisələrin sonunda sizi sevindirəcək nəticə var. Daxili hisslərinizə güvənin. İnsanlarla bağlı ilk təəssüratınız sizi aldatmayacaq. Bazen ürəyinizin dediyi uzun düşüncədən daha doğru olur. İş həyatında parlayacağınız gündür. Dediyiniz sözlər diqqətlə dinlənəcək. Fikirləriniz dəyər qazanacaq. Tələsmədən hərəkət etsəniz, ətrafınızdakı insanlardan bir addım öndə olacaqsınız. Yaxşı hazırlanmış plan bugün sizə böyük üstünlük verəcək. Maddi baxımdan gözlənilməz qazanc ehtimali yüksəkdir. Əlinizə keçən pulu ağıllı idarə edin. Bugün düşünülmüş qərarlar gələcəkdə sizi daha rahat edəcək. Ailə daxilində dəstək və isti münasibət hiss edəcəksiniz. Yaxınlarınızdan biri sizə xoş xəbərlə və ya gözlənilməz sürprizlə sevindirə bilər. Planlarınız dəyişsə belə, son nəticə sizin xeyrinizə olacaq. Sevgi həyatında tələsməyin. Yeni hisslər axtarmaqdansa mövcud münasibətlərə daha diqqətlə yanaşmaq faydalı olacaq. Əgər subaysınızsa, bugün sizə maraq göstərən biri diqqətinizi çəkə bilər.
Sağlamlığınız ümumilikdə yaxşıdır, amma özünüzü həddindən artıq yormayın. Ekran qarşısında çox vaxt keçirmək yorğunluq yarada bilər. Axşam sakit istirahət və ailənizlə birlikdə keçirdiyiniz vaxt sizə həm rahatlıq, həm də yeni enerji verəcək. Günün sonunda anlayacaqsınız ki, uğur təsadüfən yox, doğru zamanda verilən düzgün qərardan başlayır. Xərçəng burcu. Bugün özünüzü güçlü və enerjili hiss edəcəksiniz. Adətən uzun vaxt aparan işlərə daha tez başa vuracaqsınız. Amma unutmayın, sürətli olmaq yaxşıdır, tələsmək isə yox. Hər qərarı sakit düşünərək vermək sizə üstünlük qazandıracaq. İş həyatında kiçik anlaşılmazlıqlar yarana bilər. Kiminsə sözünü səhv başa düşmək və ya sizin yanlış anlaşılmağınız mümkündür. Buna görə də mübahisələrdən uzaq durmağa çalışın. Sakit davranışınız vəziyyəti sizin xeyrinizə dəyişəcək. Maddi məsələlərdə ürəyiniz yumşaq olacaq. Yardıma ehtiyacı olan birinə dəstək vermək sizi mənəvi cəhətdən rahatlaşdıracaq. Ancaq imkanınıza aşan vədlər verməməyə diqqət edin. Sevgi həyatında cazibeniz artır. İnsanlar sizinlə ünsiyyətdə olmaq istəyəcək. Əgər hisslərinizi gizlətməsəniz, münasibətləriniz daha da möhkəmlənə bilər. Bəzən uzun izaha ehtiyac olmur. Səmimiyyət hər şeyi anlatmağa kifayət edir. Sağlamlığınız yaxşı görünür. Açıq havada gəzmək və ya yüngül hərəkətlər sizə əlavə enerji verəcək. Qidalanmanıza diqqət yetirin. Xüsusilə isti və faydalı yeməklər seçməyə çalışın. Səyahətlə bağlı planlar tam istədiyiniz kimi alınmasa da, bunun sayəsində sizin üçün vacib olacaq yeni tanışlıqlar yarana bilər. Günün sonunda anlayacaqsınız ki, hər gecikmə əslində sizi daha yaxşı bir fürsətə aparır. Bugün sakit qalan və ağıllı qərar verən insanlar daha çox qazanan tərəf olacaq. Şir burcu. Bugün özünə inamınız və cazibeniz daha da güclü hiss olunacaq. İnsanlar sizinlə danışmaq və fikirlərinizi dinləmək istəyəcəklər. Ancaq bugün çox danışmaq yox, doğru söz seçmək sizə daha böyük üstünlük qazandıracaq. İş həyatında yeni imkanlar görünür. Hazırda atdığınız hər addım gələcəyinizə təsir edəcək. Tələsmək əvəzinə planlı hərəkət edin. Rəhbərlik və həmkarlar sizin davranışınıza diqqət yetirirlər. Məsuliyyətli münasibətiniz sizə yeni qapılar aça bilər. Maddi baxımdan müsbət dəyişikliklər mümkündür. Xüsusilə bacı, qardaş və ya yaxın bir insanın dəstəyi sizi sevindirəcək. Bununla yanaşı lazımsız xərclərdən uzaq durmaq ağıllı seçim olacaq. Sevgi həyatında isti və səmimi anlar yaşayacaqsınız. Münasibətdə olanlar üçün vacib söhbətlər münasibətləri daha da möhkəmləndirə bilər. Əgər subaysınızsa, bugün tanış olacağınız biri gələcəkdə həyatınızda xüsusi yer tuta bilər. Sağlamlığınıza da diqqət ayırın. Yorğunluğu və gərginliyi adi hal kimi qəbul etməyin. Daha çox su için, düzgün qidalanın və açıq havada vaxt keçirməyə çalışın. Bədəniniz sizdən biraz qayğı gözləyir. Bugün təcrübəli insanların məsləhətlərinə qulaq asın. Sadə görünən bir fikir gələcəkdə sizi böyük səhvdən qoruya bilər. Günün sonunda anlayacaqsınız ki, əsl güc yüksək səslə danışmaqda deyil, özünü idarə etməyi bacarmaqdadır. Qız burcu. Bugün hissləriniz sizi sınağa çəkə bilər. Özünüzü başqaları ilə müqayisə etmək əvəzinə keçmişdəki halınızla müqayisə edin. Onda nə qədər inkişaf etdiyinizi daha aydın görəcəksiniz. İş həyatında uğrunuz detallara diqqət yetirməyinizdən gələcək. Başqalarının gözdən qaçırdığı məqamları siz görəcək və bunun sayəsində dəyər qazanacaqsınız. Rəhbərlik və təcrübəli insanlar məsuliyyətli davranışınızı yüksək qiymətləndirəcəklər. Bugün sakit və keyfiyyətli iş sizə daha çox uğur gətirəcək. Maddi məsələlərdə ağıllı qərarlar vermək vacibdir. Tez qazanc arxasınca qaçmaq əvəzinə sabit gələcəyi seçin. Bu seçim yaxın zamanda öz bəhrəsini verəcək. Sevgi həyatında səmimiyyət ön planda olacaq. Hisslərinizi gizlətməyin. Kiçik bir diqqət və ya gözlənilməz xoş söz münasibətləri daha da yaxınlaşdıra bilər. Əgər subaysınızsa, adi görünən bir tanışlıq gələcəkdə xüsusi əhəmiyyət daşıya bilər. Sağlamlığınıza diqqət yetirin. Vaxtında qidalanmaq, kifayət qədər su içmək və bir az hərəkət etmək sizə yaxşı təsir edəcək. Yorğunluğu görməzlikdən gəlməyin, bədəninizə istirahət imkanı verin. Bugün ailənizin yaşca böyük bir üzvü ilə söhbət sizə vacib bir dərs verə bilər. Onun təcrübəsi uzun müddətdir cavab tapa bilmədiyiniz sualı aydınlaşdıracaq.
Günün sonunda anlayacaqsınız ki, ən böyük uğurlar sabir, ağıllı addımlar və sakit davranış sayəsində qazanılır. Terazi burcu. Bugün ən böyük uğurunuz özünüzü idarə etməyinizdən asılı olacaq. Gərgin vəziyyətlər yaransa da sakit davranışınız sizi digərlərindən farklandıracaq. Sabir və nəzakət bugün sizin ən güclü üstünlüyünüz olacaq. İş həyatında yarımçıq qalan işləri başa çatdırmaq üçün əlverişli gündür. Uzun müddətdir təxirə saldığınız məsələni bugün həll etsəniz, özünüzü xeyli rahat hiss edəcəksiniz. Həmkarlarla ünsiyyətdə fikirlərinizi aydın ifadə etməyə çalışın. Yaxşı plan gələcək uğurların əsasını qoyacaq. Maddi baxımdan sevindirici dəyişikliklər görünür. Gəliriniz bir neçə fərqli mənbədən arta bilər. Amma qazanc çoxaldıqca xərcləri də arttırmağa çalışmayın. Ağıllı qərarlar sizə sabitlik gətirəcək. Sevgi həyatında isti və səmimi anlar yaşayacaqsınız. Qarşınızdakı insan sizi sözsüz də anlaya bilər. Kiçik bir təşəkkür və ya xoş münasibət aranızdakı bağı daha da gücləndirəcək. Əgər subaysınızsa, bugün tanış olacağınız biri sizdə xüsusi təəssürat yaradacaq. Sağlamlığınıza da diqqət yetirin. Bel nahiyəsini qoruyun, bol su için və özünüzü həddindən artıq yormayın. Bugün yüngül hərəkətlər və istirahət sizə daha çox fayda verəcək. Axşam saatlarında ailəniz və ya dostlarınızla keçirdiyiniz xoş vaxt sizə əsl xoşbəxtliyin bahalı şeylərdə deyil, səmimi münasibətlərdə olduğunu bir daha xatırladacaq. Əqrəb burcu. Bugün daxili rahatlığınız hər şeydən önəmli olacaq. Özünüzü sakit hiss etdikcə ən çətin görünən məsələləri belə asanlıqla həll edə biləcəksiniz. Kiməsə etdiyiniz yaxşılıq gözləmədiyiniz şəkildə sizi geri dönəcək. Maddi baxımdan uğurlu gündür. Gözlənilməz qazanc və ya faydalı imkan əldə edə bilərsiniz. Bu sizi narahat edən bəzi problemləri aradan qaldıracaq. Ancaq hər kəsə sirrinizi açmayın. Bazı planlarınızı hələlik özünüzdə saxlamaq daha doğru olacaq. İş həyatında zəhmətiniz diqqətdən kənarda qalmayacaq. Komanda ilə işləmək sizə uğur gətirəcək. Kiçik görünən bir fikir gələcəkdə böyük nəticələrin başlanğıcı ola bilər. Fürsətləri qaçırmamağa çalışın. Sevgi həyatında səmimiyyət əsas rol oynayacaq. Qarşınızdakı insanın sizi anlamadığını düşünürsünüzsə, susmaq əvəzinə açıq danışın. Düzgün zamanda edilən söhbət bir çox problemi həll edə bilər. Əgər subaysınızsa, gözlənilməz tanışlıq qalbinizdə yeni hisslər oyada bilər. Sağlamlığınıza da diqqət ayırın. Yorğunluğu yığmayın. Özünüzə istirahət üçün vaxt verin. Bol su için düzgün qidalanın və bədəniniz verdiyi siqnallara laqeyd yanaşmayın. Axşam saatlarında yaşca böyük bir insanın məsləhəti sizə uzun müddətdir düşündüyünüz məsələ ilə bağlı doğru istiqaməti göstərə bilər. Bugün ürəyinizə güvəndiyiniz halda doğru seçim edəcəksiniz. Oxatan burcu. Bugün hissləriniz tez-tez dəyişə bilər. Bir an özünüzü çox xoşbəxt hiss edəcək. Digər an isə dərin düşüncələrə dalacaqsınız. Narahat olmayın, məhz bu hisslər sizi doğru qərara aparacaq. Ürəyinizə güvənin. İş həyatında bəzi fikir ayrılıqları mümkündür. Mübahisə etmək əvəzinə nəticə göstərməyə çalışın. Yaradıcı yanaşmanız və fərqli düşüncəniz sizi digərlərindən önə çıxaracaq. Bugün səbirli olmaq sizə daha çox qazanc gətirəcək. Maddi baxımdan ailə və ya övladlarla bağlı xərclər arta bilər, ancaq bunu itki kimi yox, gələcəyə qoyulan dəyərli sarmayə kimi qəbul edin. Yaxın zamanda bunun faydasını görəcəksiniz. Sevgi həyatında planlar dəyişə bilər. Görüş təxirə düşə və ya ləğv oluna bilər, amma bu sizi məyus etməsin. Münasibətdə olanlar birlikdə keçirdikləri sadə anların əsl xoşbəxtlik olduğunu anlayacaqlar. Subaysınızsa tələsməyin. Doğru insan doğru zamanda qarşınıza çıxacaq. Sağlamlığınız yaxşılaşmağa başlayır. Son günlərin yorğunluğu yavaş-yavaş geridə qalacaq. Axşam sakit gəzinti və istirahət sizə yeni enerji verəcək. Ailə ilə edəcəyiniz söhbət vacib məsələlərin həllinə kömək edəcək. İlk anda hər kəs fikirlərinizlə razılaşmasa da səmimiyyətiniz və ağıllı yanaşmanız sonunda hamını bir araya gətirəcək. Bugün səbir göstərən sabah uğurun sevincini yaşayacaq. Oğlaq burcu. Bugün ən vacib vəzifəniz səbirli olmaq olacaq.
Bəzi işlər gözlədiyiniz qədər sürətli nəticə verməyəcək. Bəzi insanlar isə sizi tam anlamaya bilər. Amma tələsmədən hərəkət etsəniz, sonunda qazanan siz olacaqsınız. İş həyatında özünüzü göstərmək üçün yaxşı imkan yaranacaq. Kimsə biliklərinizi sınaya və ya fikirlərinizlə razılaşmaya bilər. Sakit davranın. Bugün uğur yüksək səslə danışmaqdan yox, məntiqli və inamlı mövqedən gələcək. Sənədləri və göndərdiyiniz məlumatları bir daha yoxlamaq faydalı olacaq. Maddi məsələlərdə uzaq görən olmaq lazımdır. Əlinizdə olan artıq vəsaiti gələcəyiniz üçün dəyərli olacaq işlərə yönəltmək doğru qərardır. Yaxınlarınıza dəstək olun, amma hər şeyi hazır şəkildə verməyə çalışmayın. Sevgi həyatında hisslərinizi bölüşmək istəyəcəksiniz. Ancaq qarşınızdakı insanı da diqqətlə dinləyin. Bəzən münasibətləri gücləndirən ən vacib şey danışmaq yox, anlayış göstərməkdir. Enerjiniz gün ərzində dəyişə bilər. Bir an özünüzü çox gümrah, digər an isə yorğun hiss edə bilərsiniz. Buna qarşı mübarizə aparmaq əvəzinə bədəninizin ritminə uyğunlaşın. Oynaqlarınıza diqqət yetirin. Yüngül hərəkətlər və ya yaxşı istirahət sizə fayda verəcək. Axşam ailənizin yaşca böyük bir üzvü ilə söhbət sizə dəyərli həyat dərsi verəcək. Günün sonunda anlayacaqsınız ki, ən böyük uğurlar səbir, ağıllı qərarlar və möhkəm iradə sayəsində qazanılır. Dolça burcu. Bugün sizi xoş sürprizlərlə dolu bir gün gözləyir. Səhər adi başlayan hadisələr axşama doğru tamamilə fərqli istiqamət ala bilər. Kiçik görünən işarələrə diqqət edin. Təsadüfi görüş və ya sadə bir söhbət yaxın günlərdə vacib hadisələrin başlanğıcı ola bilər. Ürəyiniz sizə doğru yolu göstərəcək. İş həyatında hər şey daha rahat irəliləyəcək, tapşırıqları asanlıqla yerinə yetirəcək. İnsanlarla ünsiyyətdə uğur qazanacaqsınız. Özünüzü sübut etmək üçün artıq səy göstərməyə ehtiyac yoxdur. Sakit və inamlı davranışınız kifayət edəcək. Yeni təklif və ya maraqlı layihə gələcəyiniz üçün əhəmiyyətli ola bilər. Maddi baxımdan vacib bir dərs alacaqsınız. Lazımsız xərcləri azaltdıqca qazancınız dəyərini daha yaxşı anlayacaqsınız. Bugün ağıllı davranmaq gələcəkdə sizə daha çox imkan yaradacaq. Sevgi həyatında cazibəniz artacaq. Münasibətdə olanlar unudulmaz anlar yaşayacaq. Subaylar isə diqqətlərini çəkəcək maraqlı biri ilə tanış ola bilərlər. Bu görüşün təsadüfi olmadığını hiss edəcəksiniz. Sağlamlığınız yaxşı görünür. Açıq havada gəzmək, yüngül hərəkətlər etmək və düzgün qidalanmaq sizə əlavə enerji verəcək. Gün ərzində qarşınıza bir neçə fürsət çıxacaq. Tələsmədən seçim edin. Günün sonunda anlayacaqsınız ki, ən böyük qazancınız özünüzə olan inamınız daha da güclənməsi olacaq. Balıq burcu. Bugün hissləriniz həmişəkindən daha güclü olacaq. İnsanların demədiyi sözləri belə hiss edə biləcəksiniz. Bu xüsusiyyətiniz sizə üstünlük verəcək, ancaq hər kəsin yükünü öz üzərinizə götürməyə çalışmayın. Əvvəlcə öz rahatlığınızı qorumaq vacibdir. Maddi baxımdan vacib nəticələr çıxaracağınız gündür. Son vaxtlar etdiyiniz lazımsız xərclər haqqında düşünəcəksiniz. Pul qazanmağın dəyərini daha yaxşı anlayacaqsınız və gələcək üçün daha ağıllı qərarlar verəcəksiniz. Bugün etdiyiniz qənaət yaxın zamanda sizə böyük fayda gətirəcək. İş həyatında komanda ilə birlikdə çalışmaq sizə uğur qazandıracaq. Sakit davranışınız və insanları anlamaq bacarığınız mühiti daha rahat edəcək. Qarşınıza çıxan kiçik maneələri uğursuzluq kimi qəbul etməyin. Bəzən yavaşlamaq daha doğru istiqamət seçmək deməkdir. Sevgi həyatında isti və səmimi anlar yaşayacaqsınız. Sevdiyiniz insanla keçirdiyiniz sadə vaxt belə uzun müddətdir yadda qalacaq. Subaysınızsa bugün tanış olacağınız biri sizdə fərqli hisslər oyada bilər. Hər şeyi analiz etməyə çalışmayın. Bəzi hissləri sadəcə yaşamaq lazımdır. Sağlamlığınıza da diqqət ayırın, daha çox istirahət edin, bol su için və açıq havada gəzin. Axşam sakit bir mühitdə özünüzlə baş-başa qalmaq sizə doğru qərarlar verməyə kömək edəcək. Bugün özünüzü göstərəcəyiniz qayğı sabah daha güclü hiss etməyinizə səbəb olacaq. Dəyərli izləyicilər, umud edirik ki, bugünkü burç yozumu sizin üçün faydalı oldu. Video xoşunuza gəldisə, bəyənməyi və fikirlərinizi şərhlərdə bizimlə paylaşmağı unutmayın. Sabahın yeni burç yozumlarını qaçırmamaq üçün kanala abunə olun.
Növbəti videoda yenidən görüşənədək özünüzə yaxşı baxın və uğur hər zaman sizinlə olsun.